Rast verməyəcəyək. Oturmuşuq hal-hazırda. Dondurma zakaz eləmişik. Gözləyirik dondurma gəlsin, dondurma yeyək. Dondurma gözləyirik. Dondurmanı zakaz eləmişik. Gəlib. İndi isə yeyirlər. Baxın dostlar. Şimdi dondurma. Tuşlu. Dostlar marcan yemədi. Mən də pul vermişəm, məcbur yeyirəm hamısını. Ben de uyuyorum. Çıkab yemişəm, üçüncü çox. Amma doydu qarşısındadır. Ben de uyuyorum. O istedim. Bəyənməyə qızım marojna yeyir. Güzel bir şey. Güzel bir şey. Ben beğenmedim. Maalesef. Bəyənən bir dənə budur. Yeyir, gör nətər yeyib, başını salıb aşağı. Saat olsun. Hal-hazırda parkda gəzintiyə çıxmışıq. Kocaqları. Perde. Ne? Minmək istəyir. Ora minirlər. Gəzintimiz davam edir dostlar. Biz arabaya götürüyoruz. Keçin səfər mən mindim, başım gicəlləndi. Ben vermem. Adla bizler. Mən minməyəcəm. Mən durub baxaram, siz minəsiniz. Eləmi başı? Keçin səfər mindim ona, inan başım gicəlləndi. Gözlərim yanmışdı. Ama kasır verin. Dostlar yorulmuşuq, oturmuşuq çay içməyə. Hal-hazırda oturub çay içirik parkda. Dostlar yorulmuşuq, oturmuşuq çay içməyə. Ben şimdi kasıyorum. Görürsünüzka. Evdən də simişka götürüb gətiriblər bura uşaqlar. İstiyorlar hayatım. Dostlar, kendi görmeye göster. Biz kahve kaplı. İndi isə biz otururuq. Arkadaşlar. Hadi. Ay, bu da toz değil. Evden tüsümüz başımız batacak. Bir tane eski verebilirsiniz de bunu tüsürelim. Sen olursun şey. Nasıl yapışsa kendisi on verir. Başlıdır belə. Başlıdır belə. He yaxşı gel. Bir tane. Buyurun sana buyurun. Teşekkür. Kesinlikle yersiniz. Yavaş. Bakma da. Seviyorum. Bizim hala burada sonra. Buna baxın. Hey. Ha bunlar hardadır? Yuxarıda, bizdən çox yuxarıdadılar. Kızım. Evet, sen neresi gibi? Allah şahit. Rasi. Kızım. Hadi tekeri arkandadır, değil kızım? Niye para çekersin? Bizim bir tarafında şeyler, valla. Başı çək aşkım. Dostlar, çox maraqlıdır.
Ha, hanı bunlar, hanı bunlar. Ey, çocuklar orada. Nedir? Pizza zakaz eləmişik. İndi isə gözləyirik gəlməsini. Bəsdir. İşmə ha, soyuqdur, yaxşı yatın. Pizzamız gəlib, yeyirik. Dostlar, göz haqqınızı halal eləyin. Nətərdir kocacıq? Bu da qızılım. Bu da gümüşümüz. Motorumuzun səsi elə çıxır ki, elə gür çıxır ki. Bilmirəm, danışdıqlarımız düşmür. Gümüdür, gümüş. Dostlar, anam doğradı. Nasılsınız? İyi, yaxşı. Qonağımız da var dostlar. Bakın, dalımıza düşmüyor. Tüyoq da düştü. Dostlar, göyləri yumuşam. Oldu. Doğramışam, indi isə yumağa. Deyirəm, çocuk da doğrayacaksın, bizim yok. Yox, yeməklə yemək üçün Pişirmiştim. açmışam ki, Dostlar, o yapıştırıcı yığmışdım. Yapıştırıcı yığdım. Ay şu atsı çektim, yapıştırdım hakikaten. Ay göstermemişim. Hakikaten de yapıştırdım. Yapıştırdım. İndirimde birinde telefon var, birinde şey. Bakın belə edirəm. De bakın. Bu tarafı de bu tarafı yapışıp. Bakın. Qoyun tut çıkanda aram çıkanda gösteririm. Tutuyacaq bu günlər dostlar. Sen neyle gülürsün? Ne kapıldım sevince. Bu ne? Ay Allah. Ölçümüze bakın, ölçümüze. Muhteşem ölçüyordan şimdi. O diye. Gel. O kabı mənim üçün götürün, sen kızım. Yok tut. Bilmem de köyü arkada götüreceğim. Su oldu. Sen iyi, ben de gümüşüm. Canay. İsim oldu. İsim oldu dostlar. Anam üstü seyret. Ben gümüşüm oldu. Öldüşler, toklar. Kent hayatı. Pilimiz var, itimiz var. İsim şöyle olmuş. Ben bu deşim yapakırım. Yazınlar soyarım. Ay Allah. Elimi vurdum, gönlüne tel yattı dostlar. O kabı getirmiştim çünkü. Soğuk değildi onun için. Olsun da. Dostlar, tut yetişmeye başlayıb. Məni, yəni məktəbdən gəlmədən sonra ancaq mənə ağaçı tapa bilirlər. Çıxıram ağaca tutuyor. İndi bu günlərimdə tut yığacaq. Ədim gəlib qabı tutacaq, mən də qabın içine atacağım, atabilsəm. Toğla yiyirəm çox. Dostlar, ördəklərimiz orada çimişirlər. Şöyle çim ben ne yapıyorlar? Şirindileri şirin. Dostlar, doğanı artıq hazır eləmişəm. İndi isə bişməyə aparıram. Göyümdən artıq qaldı. Qapıdan, yəni həyətimizdən göy yığıb, onu da yuyub, doğrayıb bu göyə qatacağam və kətə bişirəcəm ondan da. Bir də ki, oğlum doğramı hazırlayıb. Necədir? Göz haqqınızı, bu arada göz haqqınızı halal eləyin, dilim dolaşdı. Bu da tutdu. Baxın nə qədər yığıblar. Artıq doğamız hazırdır dostlar.
Necədir? Dostlar, salam. Her şey videoda ben. Bizim kanalımıza abone olun dostlar. Like atıp yorum yazmayı unutmayın. Sizden bir tane xahişim oldu. Çok sağ olun. Bay bay.